Bu dəfə sizi müasir Azərbaycan ədəbiyyatının 5 nümunəsi ilə tanış edəcəyik. Elçin Əzimlinin Çağrı romanı. Hadisələr 8-ci əsrdə baş verir. Orta Asiya, Qıpçaq çölləri, Xarəzmşah dövləti. Bəs Çağrı kimdir? Çağrı gənc Qarluq xanıdır. Qarluq belə bir xalq millətdir və onun başına gələn hadisələrdən bu romanda tanış ola bilərsiniz. Növbəti kitab Aysel Şıxlının Paralel Dünyada əsəridir. Kitab fantezi janrında yazılmış tetralogiyadır. Yəni 4 kitabdan ibarətdir. Bu birinci kitabdır. Yer üzündə artıq həyat yoxdur və dünyada uzaq gələcəkdə yeni krallıqlar yaranıb. Kitabda çox maraqlı qeyri-adi personajlar var. Düşünürəm ki, bu kitab gəncləri və yeniyetmələri daha çox həvəsləndirəcək. Çünki müəllif burada illüstrasiyalarda manga stilindən istifadə edib, manga janrından istifadə edib və onu da qeyd edim ki, kitabın illüstratoru Aysel Şıxlının özüdür. Bu kitab da fantezi janrındadır. Gənc yazıcı Ömər Pirverdinin Oskar və Sonuncu Ümid əsəridir. Kitabın əsas qəhrəmanı Oskar qeyri-adi bir canlıdır, hobbitdir. Hobbit balacaboy varlıqlardır. Yəqin ki, Tolkienin Üzüklərin Hökmləri əsərini oxumusunuzsa, bu canlıları tanıyırsınız. Oskar və dostlarının başına çox maraqlı macəralar gəlir. Onlar çox qeyri-adi bir səyahətə çıxırlar və əsas məqsəd burada dünyanın taleyini dəyişə bilən mistik bir medalyonu qorumaqdır. Yeniyetmələr üçün xüsusilə çox maraqlı bir kitabdır. Xülya Sabirlinin Metanoia əsəri dünyada aktual olan bir məsələyə, qadın zorakılığına toxunur. Kitabın əsas qəhrəmanı Fərəh qıraqda nə qədər xoşbəxt və rahat görünsə də, dərin daxili böhran keçirir. Kitabın ön sözü də çox maraqlıdır. Saxta xoşbəxtlik maskasını çıxarıb atmaq, yoxsa illərdir oynadığın rola sadiq qalmaq. Bu kitabı həm xanımlara, həm də kişilərə tövsiyə edirəm. Və əlbəttə, detektiv janrından da yan keçə bilmərik. Çingiz Abdullayevin Viyana gecəsinin sirri əsəri. Avstriyanın paytaxtı Viyana şəhərində dəbdəbəli otellərin birində cinayət hadisəsi baş verir. Çingiz Abdullayevin ədəbi qəhrəmanı Drongo ailəsi ilə birlikdə həmin oteldə istirahət edir. Kitabın çox maraqlı süjet xətti var və bu kitabı bütün detektiv həvəskarlarına tövsiyə edirəm. Bugünlük bu qədər, hələlik.